Hər birinizi xoş gördük. Hörmətli kanal izləyicilərimiz, bu gün elə bir gözəl evin təqdimatındayım ki, sizin üçün 2 mərtəbəli, 6 həm qaraj, həm obyekt, həm ev üçün yararlıdır. İrəliyən dəqiqələrdə bütün incəlikləri sizə izah edəcəm. Gördüyünüz kimi önə baxan evdir. Yəni qapısının önündə 2 avtomobil rahat şəkildə saxlaya bilər. Məhəlləsi genişdir. Gördüyünüz bu hissədən isə, yəni 100 metr olmaz heç marşrut xətti işləyir. 569 nömrəli marşrut xətti. Daxil oluq evimizin əl qapısından giriş hissəsinə. Baxın, bu hissədə ikinci mərtəbəyə qalxan pilləkənlər, beton pilləkənlər, üzü mərmər daşlardan üzlənir. Bu hissədən isə qaraj hissəsinə keçid var. Hudla idarə olunan jaluz qapıdır gördüyünüz kimi. Avtomobili birbaşa bu hissəyə daxil edə bilərsiniz. İstəsəniz, yox, qaraja maşın daxil etmirəm, buranı bağlayın. Burada ev sahibi gözəl şərait qurub. Yəni, bu hissədə də mətbəx üçün yer ayrılıb, bütün kanalları yaxınlığındadır. Burada bağlayıb bir mətbəx yarada bilərsiniz, bir də geniş qonaq otağı. Deyərdim ki, 6 otağa yararlıdır və burada sanitar qovşağında bütün kommunal xəttləri çəkilib, sadəcə təmir hissəsi qalıb. Monolit betondur, pilləkəndən alt hissəsində burada qladovka kimi geniş məsafəsi var, ərazisi var, üzr istəyirəm. Çox bir gözəl evdir, kupçalıdır, dövlət ipotekasına yararlıdır, evində, torpağında kupçası var. Qalxıram ikinci mərtəbənin təqdimatına. Qiymət də gözəl qiymətdir. Baxın, bölgü yenə də dəhliz vasitəsilə aparılıb. Evimizə giriş qapı bölgü dəhliz vasitəsindədir. Bu hissədə yerləşir yataq otağından birincisi. Burada sanitar qovşaq, kupçalı, dəyərli izləyicilərimiz kupçalıdır. Burada yerləşir mətbəx, gördüyünüz kimi mətbəx studiya. İstəsəniz mətbəx kimi də istifadə edə bilərsiniz. Bu hissəni qonaq otağı kimi də istifadə edə bilərsiniz. Amma ev sahibi buranı yataq otağı kimi nəzərdə tutub. Buranı mətbəx studiya. Mətbəx studiya nəzərdə tutub. Qiymətə qaldıqda deyərdim ki, bir mərtəbəli kürsülü evlərin qiymətləridir. Nəyə görə? 68.000 startlı qiymətdir. Real müştərilərdən razılaşmaqda olacaq. Evin sağı solu açıqdır, önü açıqdır. 051 635 1797 nömrənizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm.